Muaz radiyallahu anhu buyurur ki, Muhammed sallallahu aleyhi ve sellem məni çağırdı və dedi ki, ey Muaz, ged Yəmənə. Ged oradakıları dəvətlə. Və sonra bəzi tövsiyələri deyir, mənə elədi Muhammed sallallahu aleyhi ve sellem və dedi ki, ey Muaz, ola bilər ki, sən oradan qaydanda məni görmərsən. Və dedi ki, ey Muaz, vallahi mən səni sevirəm. Əlimdən tutdu, dedi ki, ey Muaz, vallahi mən səni sevirəm. Çalış namazdan sonra hər dəfə bu duanı ilə. De ki, Allahümmə a'inni alə zikrikə və şükrikə və husnü ibadətik. Allahım, səni dua eləməyə, zikr eləməyə, sənə gözəl ibadət eləməyə mənə yardım ol, ya Rabbi. Hər dəfə deyir bu duanı ilə gələn, ey Muaz. Mən də deyir, anladım ki, nəsə var, amma çıxdım, getdim, deyir. Çıxdım, getdim və deyir, bir müddət sonra xəbər gəldi ki, Muhammed sallallahu aleyhi ve sellem vəfatlayıb. Qayıtdım, gəldim. Gəldim, Muhammed sallallahu aleyhi ve sellemin qəbrinin yanına gəldim, baxdım, deyir, ağladım, dedim ki, ya Rasulullah, kaş ki, son görüşümüzdə səni quzaqlayardım, ya Rasulullah. Kaş ki, səni quzaqlayardım və indi bundan sonra mənə səndən daha sevimli heç kəs yoxdur, ya Rasulullah. Allahu akbar. Heç bir dünyanın bəzəyi, heç bir görkəmi, qadın, uşaq, evlad, heç biri önə keçməyib sevgidə. Onlar Muhammed sallallahu aleyhi ve sellem Allah və onun dinini bu cür seviblər, bu cür bağlıydılar.